qapını. Niyə məktəbin qapısı günün orta çağı bağlı qalır? Açın bu qapını, açın valideynlərdir, müəllimələrdir qalıb çöldə. Qapını açın girək. Açılmadı. Bir də o biri qapıya baxaq. Məktəbin qapısı valideynlər qalıb çöldə, müəllimələr qalıb çöldə. Qapını açın. Niyə açmırsınız qapını? Qapı niyə açılmır? Qapını açın, qalmışıq çöldə. Günün orta çağı orta məktəbin, o sayılı məktəbin qapısı hər tərəfdən bağlanır. Niyə bağlanır? Niyə bağlanır bu qapı? Hardan alacağız? Mən görəmişəm, mən çəkərmişəm. Mən qapını alacağım. Çək, qazini yerdi, heç kəs heç sən eləyəməyəcək, çək. Sizi təqdim edin. Leyla xanım sürekli götürmüşəm, şəhərdən həyat yoldaşıyam, oğlum Tərəvzul Kralçını götürmüşəm, heç bir yerdə işləmir, 2 diplomu var, müvəqqəti işləsin buranı, devlət ona iş verənə qədər. Həmin dövrdən Sadət müəllimə bizə için zülmün verir ki, siz gedin müqavilə bağlayın, heç bir məktəbdə, Qaçqan məktəblərindən nə müqavilə yoxdur, nə vergi yoxdur, amma bizdən tələb edir ki, müqavilə bağlayın, 700 nəfərin müqaviləsini ödün, mən də deyirəm, hə yaxşı, problem yoxdur, ödəyirəm bunu. Amma ki, zəng eləyirəm, hara deyirlər, ay xanım, Qaçqın regionala, Şərqi Zəngəzur regionala zəng eləyirəm, deyir, hələ bu barədə heç bir sərəncam yoxdur, heç bir məktəbdə bağlanmadığına görə mən sizinlə bağlaya bilmirəm. Gündə 3 dəfə Sadət müəllimə gəlir bura ki, büfeti bağla get, büfeti bağla get qına, açma qına büfeti. Səbəb nədir? Mənim üzr istəyirəm, mənim yoldaşım gedib şəhid olub. Evladım mən atasının üzünü görməyə, həyata gətirmişəm, min bir zülümlə böyüdmüşəm onu. İndi mənə deyir ki, sən uşağın, nə sən uşağın işləməməli burada. Səbəb nədir? Buranın xadiməsinə verməliyəm mən büfeti. Niyə? Xadimə orada kartla, vedomusla iş görür, işləyir. Amma vaxtı ilə də həmin Sadət müəllimə öz işlədi bufetdə. İndi də mən belə süpürgəçiləri otuzurub orada satıcı kimi malı özü vurub gətirib. Əgər bu günləri mənə icazə vermirsə, öz işlətmək istəyir oranı yəqin ki. Çox xahiş edirəm, mənə və mənim uşağıma yardım eləyirsiniz, kömək eləyin. Mən hardasa bir onu keçən il bir zülüm çəkmişəm, bu günlərdə 10-15 gündə məktəb bağışlamamışlar. Mal vurub gətirmişəm, malımı qoymur içəri vurmağa. Malı vurmuşam, içəri vurmuşam, Kənan müəllim var orada, təhsil idarəsinin direktoru. Kənan müəllim familiyasını üzr istəyirəm, bilmirəm. Kənan müəllim mənim ağzımı ora diriyir, bura diriyir ki, yox açmaqla, mən deyəndə açarsan. Məktəb başlayıb, niyə açmamalıyam mən? Hər bir məktəbin fethi işləyir və hamısında da ada satıcılar, onlara da böyük hörmətim var. Və şəhid ailəsinə olan hörmət hardan getdi, hara getdi? Çox xahiş edirəm, araşdırın. Direktor da bir dəqiqə otağındadır, gedin çəkilişi düzələyin, qoy mənə düşsün. Bəlkə ola bilər mən Pərvin xanım, mən səhv danışıram, onlar düz danışır. Deməli, 26 ildir müəllim işləyirəm. Mənim Masazırda yaşamağıma baxmayaraq, mən Pirşağıda 32 nömrəli Zəngilan rayonu 32 nömrəli tam orta məktəbində işləyirdim. Buradan ora 52 kilometr yoldur. Gedib gəlmək biraz mənim üçün çətin idi, ailə vəziyyətimə görə. Yoldaşım qazidir, 27 dənə qəlbəsi var. Bunu müraciət elədik Təhsil Nazirliyinə. Təhsil Nazirliyi mənə, bizə daha doğrusu, belə bir məlumat göndərdi ki, Şərqi Zəngəzura sizin üçün bir göstəriş vermişik ki, Qazi ailəsini, prezidentin sərəncamına əsasən Qazi ailəsini burada işinə təmin olunsun, oradakı işinə xitam verilsin və burada işinə təmin olunsun. Bu, deməli, Şərqi Zəngəzura gəlibdir Təhsil Nazirliyindən noyabr ayının 26-sına, 4 il bundan qabaq. Bunlar gəldi, getdim, məni təhsil şöbəsinin müdürü çağırdı ki, gəl bura. Deməli, bir müəllim 2 dənə sinif aparırdı. O da ona zidd olan bir şeydir. Bir müəllim 2 sinif apara bilməz, 2 sinif rəhbəri belə ola bilməz. Bunu da Kənan müəllim, İmam Aliyev Kənan, deməli, məni çağırdı, yoldaşımla getdi. Dedi ki, Sərvinaz müəllimə, indi ilin ortasıdır,
kiminsə ağzından çörəyi almayaq. Bu da məlum səbəbi idi ki, həmin müəllimdən pul almışdı, sinif açmışdı. Yəni tam səmimi, belə tam dürüstcəsinə deyirəm ki, ondan pul alınmışdı. Həmin müəlliməyə də sinif vermişdi. 2 dənə sinif, qoşa sinif aparırdı. Birin birinci smen aparırdı, birin ikinci smen. Sonra müraciətdən sonra axırı Şərqi Zəngəzurdan Camal müəllim bizə zəng olundu. Üzbəüz görməmişəm, amma zəng olundu ki, Səlməz müəllimə, sizə dərs verilibsə 33 nömrəli məktəbdən siz niyə ora getmirsiniz? İmtina mı eləyirsiniz? Mən də dəfələrlə hər bir yerə müraciət eləmişdim ki, mənim üçün yaxın olsun da, mən 52 kilometr yol gedib gəlirəm. O mənim üçün də, ailəm üçün də çox dedikcə ağır idi. Bir gün hətta səhər tezdəndən gedəndə çox üzr istəyirəm. İtlər necə cumuşdusa yıxıldım, mən özümü belə itirmişdim. Mənim ayağımda sınıq da əmələ gəlmişdi. Neçə vaxtlar mən pasteldə yatmışım. Ona görə məni çox sağ olsun Təhsil Nazirliyimiz sərəncamı ilə mən gəldim bura. Mən gələndə burada məktəbin direktoru, məktəbin həmin o sinifi kimə pulla satdığı müəllim başladılar. Adı nə idi həmin müəllimin? O adını deməyim də, direktorun adını bilirsiniz və Səfquliyeva Saadət müəllimə. Bir də həmin məktəbin müəlliməsi o sinifi, o qoşa sinifi aparan müəllimə açıq aydın dedi ki, mən pul vermişəm, sinif açmışam. Mən o sinifi sənə yedirtməyəcəm. Bir zülmlə bütün valideynləri üstümə gətirdi. Səlməz müəllim savadsızdır, Səlməz müəllim budur, Səlməz müəllim budur. Müəllim də götürüb Saadət müəllimə zəng eləyib, Saadət müəllim yönəldib ki, getsin bizim əlaqələndiricimizə. O da götürüb hamısını deyib ki, başqa müəllim, Firəngiz müəllimənin adına yazıb. Bir də o gələn uşaqların hamısını yazıblar onun adına. Bir müəllimə əgər 18 dənə uşaq gəlirsə onun sinifinə, 18 uşaqla bağlanırsa sistem, həmin müəllim 5 dənə uşağı əlində saxlayır və o biri müəllim də 5 dənə uşağı əlində saxlayır. Adı Firəngiz müəllimənin sinifində gedəcək. Amma müəllim olaraq həmin müəllimlər dərs deyəcək. Bu haqlıdırmı, haqsızdırmı? Bu ədalətlidir, qanuna uyğundurmu, uyğunsuzluqdurmu? Mən çox sizdən xahiş edirəm, çox sizdən xahiş edirəm. Mənim göydə Allah, yerdə də dövlətimdən başqa mənim köməyim yoxdur. Yenə deyirəm, mənim yoldaşım 5 ildir pensiyası kəsilib, açmadığımız qapı yoxdur. Bir dənə də sağlamlıq kağızı vermirlər ki, heç olmasa o bir yerdə 350 manatdır bir işlə təmin olunsun. O pulu heç olmasa o siqaretlə versin. Gecəni səhər tezdən 6-ya qədər bu insan gözü açıq qalır. Çox xahiş edirəm. Deyirlər sağlam deyilsən, əgər bu sağlam deyilsə, bu dövlətin vətəndaşıdır. Bu bostanda yıxılmayıb, bağda yıxılmayıb. Bunun dövləti qorumaq üçün, vətəni qorumaq üçün canını fəda veribdir. Buna iş yoxdur. Bu tərəfdən mənəm, bircə dənə evə qazanc aparan mənəm. Saadət müəllim bu günləri demək olar ki, o gün məktəbin həmin Firəngiz müəlliməni göndərdi, getdi. Kənan müəllimlə işi bitirdilər. Gələndən sonra gəldi dedi ki, bəs bilirsən Səlməz müəllim, zavodçuların ikisi də, Bahar müəllimə də, Güldəkin müəllimə də, Saadət müəllimə də qəbulunda da olmuşam. Deyiblər ki, narahat olma, sinif sənindir. İş mizana bitəndən sonra dedilər ki, Kənan müəllimin yanına gedilməlidir. Həmin müəllimə gedəndən sonra Kənan müəllim onun sinifi ona İndi xanım, konkret olaraq sizin sinif dərssiz qalmısınız? Mənim əgər bu günləri mən 5 yaşlı götürə bilmirəmsə, sabahlar mən ac qalacam. Başa düşürsünüz məni? Burada da strukturu belədir. Yalandan deyir ki, bu işə valideyn qeydiyyatdan keçirir. Xeyr, mənim əlimdə əsas da var. Valideyn gəlib bura, deyir ki, səsi də var. Deyir ki, məni Saadət müəllim yönəltdi ki, filan müəllimə. Onu da təriflədi, dedi, arxanda da mən dururam, nəzarətimdə üstündə olur.